Sözün qəlbində gizlənmiş bütün dahilərin eşqi. Sözün qəlbində sakindir, yerin eşqi, göyün eşqi. Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz. Çiçəksiz, sözsüz, insansız, sadətsiz bahar olmaz. Sabahınız xeyir olsun əziz tamaşaçılar. Space televiziyasının sevimli izləyicilərim. Mart ayının ilk günlərini yaşayırıq və hər birinizə könül xoşluğu arzulayıram. Bahar üzü bizə sarı gəlir, qan qaynayır, damarlarda qan coşur və mən əminəm ki, bu şənbə, səhər efirimizdə sözün əsl mənasında ürəyimiz istədiyimiz kimi bu anların, bu dəqiqələrin şahidi olacağıq. Proqramımızın əvvəlində bu sətirləri əbəs ilə səsləndirmədim, çünki xalq arasında belə bir deyim var, deyirlər, aldı aşıq sazın, görək nə dedi. Bu günləri sazın, sözün sehrinə düşəcəyik və bizim çox sevilən, sənətinin vurğunu olduğumuz aşıqlardan birinin ad günü bugün qeyd edəcəyik. Amma adını hələ ki aşıqlamıram, sizi bir qədər intizarda saxlayıram. Elə bu dəqiqədə, bu anda ovqatımızı daha da gözəlləşdirmək üçün, əhval-ruhiyyəmizi yüksəltmək üçün şairlərin ifasında gözəl bir aşıq havasını dinləyirik. Sonra isə səbəbkarımızı sizə təqdim edəcəm. Bir daha sabahınız xeyirli olsun. Bilmərəm haqqı sayını, bir ata olmuşsan mənə müəllim. Sinəmdə telli saz, qəlbimdə ilham, şeirimi həsr sənə müəllim. Mənə bu sənəti öyrədəndə sən, bilirəm nə qədər zəhmət çəkibsən. Qarşında əbədi minnətdaram mən, demişəm, deyirəm yenə müəllim. Yenə nə oldu, saçlar ağardı, uca dağların da zirvəsi qardır. Ay Əhliman müəllim, sizdən dərs alanlar nə bəxtiyardır. Əhməd bu şeir ilə yaşar müəllim, Əhməd bu şeir ilə yaşar müəllim. Sənətinlə heyran edir, dünyanı aşıq Əhliman, dünyanı aşıq Əhliman. Sinə dəftər edib necəm, sinə dəftər edib necəm, dastan aşıq Əhliman, dastan aşıq Əhliman. Düşsə də alova yoda, satıbdı şöhrətə yana, satıbdı şöhrətə yada, tanıdıbdır bu dünyada, tanıdıbdır bu dünyada, sazını yaşıq Əhliman, sazını yaşıq Əhliman. Azizdir bu yerlerin
Çok intizar könüllerim, çok intizar könüllerim. Derman aşık ehliman, derman aşık ehliman, derman aşık ehliman, derman aşık ehliman. Elim saz götürüp sinem tutandan, elim saz götürüp mizrab tutandan, sen oldun enden üstadım benim. Pervaz eylemezdim uca göylere, eğer olmasaydın kanadım benim. Boş kurbanı kesmişem ayırlar ayırlar. Yolunda şirin canımla keçmişem, yolunda şirin canımla keçmişem. Məni qınır gəlir gedəm bəndə gəl, ol ağrın alım qayıt kəndə gəl ay balam. Bacıların sensiz yalğız qalıblar, yarpaq kimi saralıblar, solublar ay balam. Gəlib gedənlərdən xəbər alırlar, gəlib gedənlərdən xəbər alırlar. Səhər axşam çıxıb yola gündə gəl, ol ağrın alım qayıt kəndə gəl, kəndə gəl. Ata xəstə yatır amanı yoxdur, bugündən sabaha gümanı yoxdur. Ata xəstə yatır amanı yoxdur, bugündən sabaha gümanı yoxdur. Sənin dərdin ona nicədir oxdur, sənin dərdin ona nicədir oxdur. Yaxşı yürü yaman çətin gündə gəl, oğlarını alın qayıt kəndə gəl, kəndə gəl. Bir daha sabahınız xeyirli olsun əziz tamaşaçılar. Ürəkdən bir daha sizi salamlayıram və Arifə bir işarə deyirlər. Artıq sizə bəlli oldu ki, biz bugün şənbə efirimizdə kimin ad gününü, doğum günü sizi biz də hamılıqla bərabər qeyd edəcəyik. Sazın, sözün sehrinə düşəcəyik və öz nəfəsində bizim aşıq sənətimizi yaşadan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq Sənəti Kafedrasının müdürü, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq namizədi, fəlsəfə doktoru, Aşıq Əhlimanın bugün ad günü qeyd edirik. Şənbə efirimizdə sabahınız xeyir olsun. Sağ olun. Ürəkdən salamlayıram sizi Əhliman müəllim. Bütün tamaşaçılar adına sizi təbrik edirəm. Can sağlığı arzulayıram. Çox sağ olun, var olun. Səhnəmizdən əksik olmayasınız. Çox sağ olun. Həmişə səsiniz, nəfəsiniz gəlsin. Çox sağ olun. Buyurun, salamlayın tamaşaçılarımızı. Mən də bütün tamaşaçıları salamlayıram. Xalqımızın açılan sabahları xeyirlə açılsın.
firavan ömür sürsün. Çünkü sənətkarı birinci zirvəyə qaldıran ən birinci xalqdır, eldir, mahaldır. Rəhmətli Aşıq Ələsgərin sözüdür. Deyir ki, Aşıq Ələsgərə sual verdilər ki, Aşıq Ələsgər, aşığın yaraşığı nədir? Özü məllissə, dinləyicilərin biri fikirləşdi ki, sən öl deyəcək ki, sazıdır, sözüdür, papağıdır, nəsə də. Deyir ki, aşığın yaraşığı eldir, mahaldır, xalqdır. Ona görə də rəhmətli Hafiz Baxşın bir şeiri var. Allah rəhmət elə deyir, könül çox öyünmə gəl həgəlinlə, yıxma öz evini özün əlinlə, qaçırma dostları bəd əməlinlə, düşmür vəfalı dost ələ həmişə. Uzalan insanın enməyi də var, yanan çıraqların sönməyi də var, o çərxi fələyin dönməyi də var, dünya belə gəlib, belə həmişə. Mən də Hafiz görə gəzsin dünyanı, insanı üzdən yox, ürəkdən tanı. Adama elindən yaxın dosthanı, çalış ki, arxalan elə həmişə. Azərbaycanın başına dönüm, istəyir Qarabağı, istəyir Şirvanı, istəyir Naxçıvanı, istəyir Muğanı, Mili, hamısı Azərbaycandır. Eşq olsun müstəqil Respublikamıza, müstəqil Respublikamızın rəhbərliyinə və Space telekanalının şirkətinin rəhbərliyinə minnətdarlıq bildiririk ki, beləncə şərait yaradıblar. Hər həftənin şənbə günü bir sənətkarla qonaqları, dinləyiciləri görüşdürürlər. O sənətkarların da görüşünə görə nə qədər insanlar gəlir. Mən bu yoldaşlarım təqdim edeyim Əkbər, yoxsa siz? Sizə daha yaxındılar da sizin kafedranın müəllimləriniz Əvvəla Əkbərdən başlayaq, əziz dinləyicilər. Əkbər, atalar deyir, vur deyəndən vuran yarıdır. Verilişin yaxşı samballı çıxması üçün yarı hissə onu aparandandır. Düzdürmü? Çox sağ olun. Əkbər, sizi biz çox istəyirik, bütün kollektivimizi. Qaldı ki, ikincisi, mənim sağ tərəfimdə Fəzail Miskinli. Fəzail müəllimi mən neçə illərdir tanıyıram. Gözəl, o da elmlər namizəddir. Bəli. İncəsənət Universitetində saz ixtisasında dərs deyir. Şəmi Sədullayev gözəl müğənnidir. Rafael Nərmanoğlu, bəyəklərim o balaban çalan Qara Zurnanın məşhur ustası olubdu, onun atası. Bəli. Nemət Qasımlı gözəl, çox gözəl sənətkarlardan biridir. O da əməkdar mədəniyyətçisi, sənətşünaslıq namizədi. Altay müəllim də ki, hamımızın əzizi, gözəl oğlan, sənəti də gözəl, özü də gözəl. Ümumiyyətlə, bunların hamısının sənəti də gözəldir, şəxsiyyətləri də. Sənətin gözəlliyi onların qəlbinə çökür. Öz xasiyyətlərinin gözəlliyi nədir? Aşıq sənətində bir daha bunu büruzə veriblər. Əhliman müəllim, bizim sizə bir sürprizimiz var. Hal-hazırda Elvin Mustafayev bizim studiyamızın qonağıdır. Qaradağ rayonunun 139 nömrəli məktəbində təhsil alır. Bunu təbii ki, siz bilirsiniz. Mən tamaşaçılarımıza bildirmək istədim. Əhliman müəllimin başçısı oğludur. Bəli. Bugün öz ifası ilə Əhliman müəllimi təbrik eləyəcək, həm də bizim tamaşaçılarımızı salamlayacaq. Böyük məmnuniyyətlə ifasını eşitmək istəyirik, sonra söhbətimizi davam etdirəcəyik. Buyursun Elvin, alqışlayırıq.
Şəfi Mustafayevi ürəkdən alqışlayırıq və onu müşahidə edən musiqiçilərimizə də dərin təşəkkürümüzü bildiririk və bildirmək istəyirəm ki, bizim proqramımızın baş sponsoru Natura meyvə şirələridir, əziz tamaşaçılar. Konservası, süni rənglərdən istifadə olunmuyub və hər bir meyvədən damla-damla toplanıb için nuşucanlığına təşəkkürümüzü bildiririk. Natura meyvə şirələrinə, qonaqlarımıza da təklif edirəm ki, süzsünlər badələrə. Natura meyvə şirələrindən Qəbələ Konserv Zavodunun daha bir qələbəsidir. Digər sponsorumuz isə Azərçaydır. Azərçaya dərin təşəkkürümüzü bildiririk və müxtəlif çeşiddə növləri var. İçin nuşucanlıqla, hətta belə şirnilərdən istifadə etmədən elə ağzınıza tam qatacaq ki, dadı damağınızdan getməyəcək. Eləcə də məxsusi olaraq Aşıq Əhlimanın şərəfinə, şəninə hazırlanmış bu şirniyyata görə, torta görə təşəkkürümü bildirmək istəyirəm. Roka Şoka şirniyyat evinə çox sağ olsunlar və demək istəyirəm ki, saxlama müddəti saat yarımdır. Birazdan sonra otaqdan əsər əlamət qalmayacaq. Necə ki, görünüşü gözəldir. Əminəm ki, dadı da sizə xüsusi bir zövq bəxş edəcək. Sazın bəli, ona görə ədəşiniz eləmədim ki, sizin şəhərinizə, şərəfinizə hazırlanıb. Əhliman müəllim, bilmək istəyirəm ki, nə vaxt sazın sehrinə düşdünüz? Nə vaxt saza könül verdiniz? Sazın sehrinə düşmüşəm, heç özümün də yadıma düşmür. Hələ anamın qucağında olanda. Nəyə görə? Analar ki, bayatılar çalıyor uşaqlara ki, əziziyəm yatasan, qızıl gülə batasan. Bax, o vaxtlardan. Çünki bayatılar ilk dəfə Azərbaycan şeirinin formaları el deyimləridir. Sonra bayatılardır. El deyimləri bayatılara keçiddir. İşləməyən də işləməz. Nə tökərsən aşına, o da tökər aşına. Beləncə, rəhmətli Bəxtiyar Vahabzadənin 2 bəş şeirini deyəcəm. Deyir, dil açanda ilk dəfə ana söyləmişik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. Bu nəğməmiz, ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız Laylanı anamız öz südü ilə içirib ruhumuza bu dildə gilə-gilə. İlk dəfə qulağımız eşidən musiqi ana laylasıdır. Laylanın da sözləri bayatılardır. Sonra yavaş-yavaş bizim kəndimiz çox qədim bir kənddir. Həbibi Bərgüşadinin kəndi. Eşidərsiniz, Həbibi Bərgüşadı. Məhəmməd Füzuli deyir ki, mən şeirimin bəhrəsini Həbibidən aldığıma görə onu özümə ustad hesab edirəm. Həbibi Bərgüşadı Uzar rayonunun Bərgüşad kəndi vaxtında Göyçay, Uzar, Zərdab bir qəza olublar. Tarixdə yazır ki, Göyçay qəzasının Bərgüşad kəndində Həbibi. Bizim kəndimiz dediyim odur ki, böyük kənddir. El toyları ancaq aşıqlarla, xanəndələrlə olardı. Aşıqlar dinləyiciləri özünə ram eləməyi, özünə sehirləməyi məni bu sənətə vadar elədi. Bax, oradan mən bu sənətin eşqinə düşdüm. Kimləri gördüm? Rəhmətli Aşıq Fərhadı, gözəl ustad idi. Aşıq Şakiri, gözəl ustad idi. Aşıq Əhmədi, Aşıq Pənahi, Aşıq Məmməd Ağanı, Aşıq Baratlı, Aşıq Şərbədi. Böyük ustadlar. Oradan da bu sənət hofdu mənim qanıma. Vəssalam, ayrı sual olsun. Allah sizə ömür versin, Əhliman Sağ olun. İllər keçəcək, biz də deyəcəyik ki, Aşıq Əhlimanı bir dövrdə, bir zamanədə yaşamışıq. Var olasınız deyirik sizə, biz bugün sizdən qaynaqlanıb cilalanırıq və bugün bunun bariz nümunəsidir ki, Aşıq Sənəti Kafedrasında bizim gənclərimiz təhsil alırlar, Aşıq Sənətinin sirlərinə yələnirlər və hal-hazırda elə 4-cü kurs tələbələri Şəhriyar, Emil, Murad və Mehman öz ifaları ilə Əhliman müəllimi salamlayacaqlar və təbrik edəcəklər. Çox böyük şövqlə, böyük maraqla onların ifalarını eşitmək istəyirik. Buyursunlar.
Təşəkkürlərimizi bildiririk Şəhriyara, Emilə, Murada, Mehmana və biraz əvvəl Əhliman müəllim qonaqları təqdim etdi və mən istəyirəm bir cümlə ilə qısa olaraq siz də öz təbriklərinizi bildirəsiniz. Fəzail, başlayaq səndən. Salamlayıram bir daha səni ürəkdən. Sabahınız xeyir olsun. Təşəkkür edirəm Əhbər. Açığı, bilmirəm, hardan başlayayım, harada bitirəm, ancaq qısa deyəcəm. Təbriklər davam edir, biz eşidirik səni. Təbii ki, mən də bütün deyilən arzulara, istəklərə qoşularaq çox dəyərli dostumuz, gözəl sənətkarımız Əhliman müəllim ürəkdən təbrik edirəm. Və keçən ildə elə Əhliman müəllimin gördüm bu studiyada, bu kanalda ad günü keçirildi. Bütün sənət dostlarıyla bir yerdə iştirak elədi və bugün də mən də bir daha dərin təşəkkürümü bildirirəm ki, Space televiziyasının rəhbərliyinə ki, bizim Azərbaycanımızın milli mənəvi dəyərinə, aşıq sənətinə, ulu ozon sənətinə bu dərəcədə dəyər verir, qiymət verir və onun bariz nümunəsidir ki, bugün Aşıq Əhlimanın bugün ad günü qeyd olunur. Əhliman müəllim ürəkdən təbrik edirəm, Əhliman müəllimə can sağlığı arzu edirəm və arzu edirəm ki, Əhliman müəllim bundan sonra da inşallah həm bir ustad kimi, həm də bir sənətkar kimi tələbələrini daim yetişdirsin və inşallah qismət olsun ki, və qismət olacaq da inşallah Əhliman müəllim tarixə düşmüş sənətkarlarımızdan biridir və biri də olacaq. Təbrik edirəm Əhliman müəllim. Fəxr edirik Əhliman müəllimə. Altay, eşidək sənin də ürək sözlərini. Sabah xeyir olsun. Əhliman müəllim xalqının, eyni zamanda dövlətinin alqışını almış bizim görkəmli aqil sənətkarlarımızdan biridir. Əhliman müəllim, sizi təbrik edirəm, sizə can sağlığı bildirirəm. Haqqın əllərindən badə içəndə sazını Qorquddan aldı Əhliman. Dilində gəraylı, qoşma, bayatı, elin nəğməsini çaldın Əhliman. Düşmənə söz vurdu, o öl, dağıl dedi. Qılınc deməyəni bir ağıl dedi, həm dastan danışdı, həm nağıl dedi. Aqilləri yada saldın Əhliman. Həzin səsi ilə tellərə düşdü, bülbül olub meyli güllərə düşdü, ellər məclisində dillərə düşdü. Kamalı ilə hey ucaldı Əhliman, Altay deyər, hey ucaldı Əhliman. Sağ ol, hər zaman ucalarda olasınız. Sağ ol, Altay. Təbrik edirəm bir daha. Sağ ol, Çox sağ ol. Sağ ol. Nimət qardaş, sabahınız xeyir olsun, buyurun. Sabahınız xeyir olsun. Mən Azərbaycan xalqını təbrik edirəm. Ona görə ki, Aşıq Əhliman deyiləndə Azərbaycan xalqının yaddaşında möhtəşəm bir aşıq abidəsi dayanır. Çünki Aşıq Əhliman bugün sazını yerə qoyub, oxumasa belə şirin söhbətinlə xalqı özünə ram eləyən bir sənətkardır. Yəni, Aşıq Əhliman, Bəhman Vətənoğlu'nun bir gözəl sözü var, deyir, 100 il bizdən sonra gələn nəvələr gəlmişik, getmişik, nə biləcəklər? Bizlərdən yadigar qalmasa bir şey, biz nələr etmişik, nə biləcəklər? Aşıq Əhliman həm də xalq üçün tarixdə qalan sənətkarlar yetişdirib, şagirdlər yetişdirib. O ənənənin davamçısı olaraq gənc nəsillərə aşıq sənətinin sirlərini öyrədib. Bir də Yunus Əmrə dastanından bir neçə mən bəndi xatırlatmaq istəyərdim. Gözüm nuru, başım tacı. Burada söhbətimizə bir vergül qoyaq, elə qoy tamaşaçıları da intizarda saxlayaq. Bu dastan mütləq stat gətiriləcək, sətirlər söylənəcək, amma hal-hazırda bizim sözümüzü, biz istəsək də, istəməsək də reklamlar bizim sözümüzü kəsir, çünki onun vədəsidir. Reklamlara baxaq, sonra Neymət öz fikrini davam etdirəcək. Bu say Baksel'dən gəlir. Sayın nəticəsini... Reklamlar bitti, proqramımız davam etməkdədir. Əziz tamaşaçılar, elə Neymət qaldığı yerdən davam edir öz fikrini. Buyur Neymət. Yunus Əmrə dastanında deyildiyi kimi, gözüm nuru, başım tacı, ey Xorasan dərvişi, qanad açıb bu dağlara, düzlərə xoş gəlmisən. Sən də keçdin, mən keçdiyim cığırları, izləri, mən bastığım cığırlara, izlərə xoş gəlmisən. Əhliman müəllim, bu dünyaya xoş gəlmisən deyirəm. Sağ ol. Çox sağ ol. Neymət. Çox sağ ol. Belə gözəl vəsf elədin sən öz fikirlərini və qonaqlarımız gəlməkdə davam edir və daha bir şərəfli, hörmətli qonağımız hal-hazırda bizimlə bərabərdir. Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elxan Məmməd. Elxan müəllim, salamlayıram sizi ürəkdən. Sağ olun, çox sağ olun. Buyurun. Mən Əhliman mənim dostumdur. Yəni bu sənətkarlar arasında bəlkə də bir mindən çox özümüzün aşıqlarımızı tanıyıram, amma onların içində 5-6 dostum var. Əhliman ailəvi dostumdur və Əhliman hara dəvət eləsə, inanın dünyanın o başına getməyə hazıram ona görə ki, Əhliman layiqdir. Əhliman sənətkar olmaqla yanaşı, insanlığı da o sənətinə uyğundur. Bəlkə deyərdim ki, sənətindən də üstündür onun insanlığı. Qayğı keşdir, dosta mehribandır, axtarandır və eyni zamanda Əhlimanın ən böyük keyfiyyətlərindən biri son dövrlərdə
unudulmaqda olan və kasadlaşmaqda olan Şirvan aşıq sənətini bir daha dünyaya Əhliman vasitəsilə, efirlər vasitəsilə, o cümlədən daha çox da Space vasitəsilə tanıtdıran oğlandır. Əhliman alimdir, Əhliman kafedra müdürüdür İncəsənət Universitetində. Əhliman zəhmətkeşdir, Əhliman dost qazanan və onu itirməyən oğuldur. Və ona görə də mən bütün onu tanıyanlardan, dostlarımızdan, sənətçilərimizdən xahiş edirəm, Əhlimana münasibətdə Əhlimanın özü kimi olsunlar. Əhliman sənət. Əhliman elə bircə də Azərbaycan mədəniyyəti tarixində o gözəl bir mahnısı var, naz eləyir. O elə Qurbaninin deyirdilər, Rus şairlərindən biri deyirdi ki, Qurbaninin heç şey olmasa da bir dənə Bənövşə şeiri bəsdir. Əhlimanın bir dənə naz eləyir, bəlkə də 100 illərlə yaşayacaq, ona görə ki, daha müğənnilər ayrı şey bilmir, naz eləyir, o Əhlimanın hünəridir, mən onu təbrik edirəm. Çox sağ olun İlxan müəllim, çox sağ olun bu dəyərli fikirlərinizə görə, gəldiyinizə görə, diqqətinizə görə sizə sonsuz təşəkkürümüzü bildiririk. Əslində İlxan müəllim doğrudan da elə bir çox fikirləri var ki, bəlkə də Əhliman müəllimlə bağlayıram mən. Bəli. Bir el misalı var, arada mənə imkan verim, xırda danışım. Bu ixtiyar sahibisiz. Qəlbə yatar şirin sözün gödəyi, yersiz kəlmə bulandırar ürəyi. Bəli. İlxan müəllimin bütün çıxışları samballı və konkretdir. Bəli, lakanik. Eşq olsun. Elə mən onu vurğulayacaqdım ki, bəlkə də məhz Əhliman müəllimlə bağlı İlxan müəllimin elə fikirləri var ki, o fikirləri, o sözləri, o hadisələri heç vaxt, heç yanda heç kimdən eşidə bilmərik. Elə ara sıra məqamı düşdükcə eşidəcək o sözləri, o fikirlərinizi İlxan müəllim. Amma hal-hazırda Şəmi Sədullayev öz ifasına hazırdır. Böyük məmuriyyətin ifasını dinləyək, sonra söhbətimizi davam etdirəcəyik. Çoxdandır ki sorağını almıram, çoxdandır ki sorağını almıram. Yarəb görən o dilbərim necə oldu, yarəb görən o dilbərim necə oldu. Sübhə qədər rahat yuxu yatmıram, sübhə qədər rahat yuxu yatmıram. Yarəb görən o dilbərim necə oldu, yarəb görən o dilbərim necə oldu. Gözləri qaynayan bulaqdı çaydı, gözləri qaynayan bulaqdı çaydı. Cahanı gəzirəm kim ona taydı, cahanı gəzirəm kim ona taydı. Gedib aşıqini püskünə saldı, gedib aşıqini püskünə saldı. Yarəb görən o dilbərim necə oldu, yarəb mənim o dilbərim necə oldu. Aşıq Əhlimanın gözəl sonası, Aşıq Əhlimanın gözəl sonası, yanaqların lalə kimi yanası, yanaqların lalə kimi yanası.
Təşəkkürlərimizi bildiririk. Çox sağ olsun Şəmim. Əhliman müəllim, deyirlər ustadlar şəhidlərinə sazın, sözün hər sirrini öyrədirlər. Amma sonda elə bir mətləb qalır ki, onu gizli saxlayırlar. Tamlığı ilə açıqlamırlar. O nə mətləbdir elə, maraqlıdır. Əvvəla, hər deyillərə inanmaq olmaz. Qəbul edin, zəhmət olmasa çiçəklərə. Sağ ol, Şəmim. Çox sağ ol. Allah şəfa versin şair Zəlimxan Yaquba. Elə bu yaxınlarda onun da burada. Bəli, ad gününü qeyd elədik. Hər bu gül buketlərin görəndə yadıma onun bir şeiri düşür. Deyir, sevirəm güllərin təbiətini, gülün qismətinə bağça bağ düşür. Kolun qismətinə çəpərdə bitmək, qonşunu qonşudan ayırmaq düşür. Eşq olsun, həmişə gül olun, bülbül olun, yaddaşlarda qalın. Zəlimxan Yaquba da Allah şəfa versin. Gözəl günlər arzulayırıq sizə. Məhəbbətimizi alqışlarımızla bildirək. Zəlimxan müəllimə salamlarımızı göndəririk. Deməli ki, o gizli mətləb. Bir 3 il bundan əvvəl Zəlimxan Yaqub əməliyyata gedirdi, xaricə. Axşam oturub bir çay içdik onlarda, səhəri o yola düşürdü. Gələndən sonra, bu söz deməkdə məqsədim var. Gələndən sonra, Əhvər müəllim, inanırsan, şeirin özünün gələn vaxtı var. Şeir həmişə şairlərə, aşıqlara gəlmir. Bunu yoldaşlar yaxşı bilirlər. Bir şeir yazdım ki, yaxşı tanıyıram səni, çox özü öymə fələk. Zərrəcə insafın olsun, vaxtsız qapı döymə fələk.